Sure Ali İmran ayet 168 ta 170. Euzu billah mineşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərlərindən. Əlləzinə o kəsləri ki qalu dedilər li ixvanihim öz qardaşları üçün və qəədu və uzaq oldular ya övdüdülər ləv əgər ətauna itaət eləyəsiz bizim üçün ma qotelu ölməzsüz. Qul de Peyğəmbərim fətrəu pəs uzaq eləyin ənfusakum öz nəfslərzdən məvtə ölümü in əgər kontum varsız sadiqin düz danışan və la təhsəbənnəlləzinə və belə hesab eləmin o kəsləri ki qotelu ölüblə fi səbilillah Allah yolunda əmvatən ölüdülər, bəlkə əhyaun diridülər, ində Rəbbihim öz pərvərdigarlarının yanında yürzəqun ruzilənəllər, fərihinə şad olarlar, bima uzada ki atahumullah əta eləyib onlar üçün Allah ya onlar üçün verib Allah min fəzlihi öz fəzl-i rəhmətindən və yəstəbşirunə və müjdə verərlər billəzinə o kəslər üçün ki ləm yəlhəqu bihim mülhəq olmayıblə onlara ya yetişməyiblə onlara min xəlfihim dallarından Allah xəvfun olmaz qorxu əleyhim onlar üçün və lahum yuhzənun və nə onlar üçün hüzn-ü qəmi. Sədəqəllahul aliyyul azim.